Sokar Karbamid Zavodu Dünya İqtisadi Forumunun qlobal mayak şəbəkəsinə üzv qəbul olunub. Zavodda həyata keçirilən rəqəmsallaşdırma və süni intellekt əsaslı layihələr istehsalatın səmərəliliyinin və dayanıqlılığın artırılmasına imkan verib. Bu nailiyyət Sokarın sənaye 4.0 istiqamətində apardığı istehsalatların beynəlxalq səviyyədə tanınması kimi qiymətləndirilir. Zavod iki hissədən ibarətdir. Mərkəzi Asiya regionunda ilk dəfə olaraq bu nüfuzlu şəbəkəyə qoşulan Sokar Karbamid Zavodu həmçinin Dünya İqtisadi Forumunun rəqəmsal mayak mükafatına layiq görülüb. Sokar hazırda dünyada bu mükafata 3 dəfə sahib olan yeganə enerji şirkəti kimi tanınır. Son illər müəssisədə mürəkkəb kimyəvi istehsal proseslərinin idarə olunması üçün qabaqcıl avtomatlaşdırma və nəzarət sistemləri tətbiq edilir. Süni intellekt əsaslı həllər real vaxt rejimində analiz aparmağa, riskləri öncədən müəyyənləşdirməyə və istehsalat proseslərini optimallaşdırmağa imkan verir. Bütün bu məlumatlar Zavodun Dünya İqtisadi Forumunun qlobal mayak şəbəkəsinə üzv qəbul olması münasibətilə keçirilən tədbirdə bildirilib. Bizim üçün sənaye 4-ün, yəni Sokar üçün sənaye 4-ün tətbiqi bir trend deyil. Bu bizim üçün gündəlik həyatda maksimal dərəcədə tətbiq sayəsində təhlükəsizliyin təmin olunması, rəqəmsallaşmanın artırılması, zavodlarda istehsal olunan müəssisələrin məhsulların keyfiyyətinin yaxşılaşdırılması və iqtisadi göstəricilərin artırılması üçün istifadə olunan həllər yollarıdır. Bu proyektin icrası üçün Sokarın bir sıra bölümləri birlikdə fəaliyyət göstərmişdir. Zavodda tətbiq olunan 42 rəqəmsal və süni intellekt həlli nəticəsində məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb, planlaşdırılmamış dayanma halları və tullantılar minimuma endirilib. Eyni zamanda enerji resurslarından istifadənin səmərəliliyi yüksəlib, karbon emissiyalarında azalma qeydə alınıb. Enerji şəbəkəsinin optimallaşdırılması, proqnozlaşdırıcı texniki xidmət sistemləri, eləcə də yüksək riskli zonaların robot və süni intellekt vasitəsilə monitoringi zavodun əsas innovativ layihələri sırasında yer alır. Bu dövr ərzində bizim zavodun istehsal gücü 21%-dən çox artırılmışdır. Səmərəlilik baxımından hər ton karbamid istehsalı üçün istifadə olunan yanacaq sərfiyyatı, təbii qaz yanacağı 24%-dən çox azaldılmışdır və bu nailiyyəti əldə etməkdən ötürü bir sıra həll yollarından istifadə olunmuşdur. Bunlardan bəziləri zavodda hal-hazırda fəaliyyət göstərən istilik elektrik mərkəzindən daha səmərəli istifadə, yəni bir Enom layihəsi var. Həmən Enom layihəsi nəticəsində biz cari vəziyyətdə və istehsal göstəricilərinə uyğun olaraq elektrikin şəbəkədən müstəqil istehsaldan alınmasının qərarı verilir və bu nəticəsində səmərəlilik əldə olunur. Bundan başqa qurulan tətbiqlər nəticəsində bizim əməkdaşlarımız təmir zamanı işlərini daha yaxşılaşdırılması üçün Copilot layihəsi icra olunub. Qeyd edək ki, qlobal mayak şəbəkəsi sənaye 4.0 texnologiyalarını uğurla tətbiq edən qabaqcıl müəssisələrin beynəlxalq platformasıdır və bu üzvlük təcrübə mübadiləsi və yeni əməkdaşlıqlar üçün geniş imkanlar yaradır. Rahim Əkramoğlu, Tərlan İbrahimova, Elşən Məhərrəmov, Zaur Həsənov, NTV Xəbər, Sumqayıt.